Mən öncəliklə bütün izləyiciləri salamlayıram. Bilirsiniz ki, ötən günlərdə YÖS imtahanının cavabları açıqlandı və biz artıq universitet seçmələri dövrünə girdik. Bu dövrəm həm valideynləri, həm də şagirdləri yetəri qədər narahat edir. Görəsən övladım topladığı balla arzuladığımız universitetin istədiyi fakültəsinə qəbul ola biləcəkmi? Qazanacağı universitetin diplomu Azərbaycanda və yaxud yaşayacağı hər hansı bir ölkədə keçərli olacaqmı? Universitetin yerləşdiyi şəhər yaşam standartlarına uyğundurmu? Qazanacağı universitetin illik ücreti nə qədərdir? Bunu ödəməyə bizim gücümüz yetəcəkmi, yetməyəcəkmi? Və bunun kimi bir çox suallar. Bütün bu sualların cavablarını araşdırmaq onsuz da narahat olan valideynləri biraz daha da təlaşlandırır və qərar verməkdə çətinlik çəkirlər. Və düşündüm ki, seçmələr haqqında ünvanlanan çoxsaylı sualları nəzərə alaraq sizləri də məlumatlandırmaq üçün hər gün həm WhatsApp səhifəmizdən, həm Instagram səhifəmizdən gündəlik paylaşımlar edim. Və mən düşünürəm ki, valideynlər özlərini narahat edən bir çox suallara əgər rahat cavab taparsa, övladlarının da gələcəyi haqqında rahat qərar verə biləcəklər, daha düzgün qərar verə biləcəklər. Və bütün suallarımıza cavab tapa bilmək üçün bizi izləmədə qalın.